8 hissə. Лиза Николс. Писатель и консультант по расширению личностных возможностей. Yazıcı, məsləhətçi, şəxsi imkanların genişləndirilməsi üzrə. Po burada üzrə bildirir. Şəxsi imkanların genişləndirilməsi üzrə məsləhətçi. Закон притяжения действительно находится под вашим контролем. Закon prитяжения, cazibə qanunu həqiqətən də под вашим контролем, sizin kontrolünüzdadır. Yəni sizin kontrolünüz altında yerləşir. Когда вы думаете о том, чего хотите, фокусируя все силы и желания, закон притяжения дает вам именно это. И так каждый раз. Haçan ki siz düşünürsünüz, когда вы думаете о том, o haktaki, чего хотите, neyi istiyorsunuz, fokusiruя все силы и желания, bütün gücünüzü və arzularınızı fokusluyursunuz. Закон притяжения дает, cazibə qanunu verir sizə, вам, именно это, məhz bunu. И так каждый раз. Və bu cür hər dəfə. Если же вы сконцентрированы на том, чего не хотите, я не хочу опаздывать, только бы не опоздать. Закон притяжения не понимает, что вы не хотите этого. Если же вы сконцентрированы на том, чего не хотите. Əgər siz bütün fikrinizi cəmləmisiniz onun üzərindəki nəyi istəmirsiniz, я не хочу опаздывать. Mən gecikməyi istəmirəm. Только бы не опоздать. Bircə gecikməsəydim. Закон притяжения, cazibə qanunu не понимает, что başa düşmür ki, вы не хотите этого. Siz bunu istəmirsiniz. Он возвращает то, о чем вы думаете. И оно появляется в вашей жизни снова и снова. O geri qaytarır onu, nə haqda siz düşünürsünüz. Və o, yəni haqqında düşündüyünüz şey. Ona görə burada что-то desək, что средний rod ona görə оно ilə deyilir. Yəni о чем-то, yəni оно, o. Появляется, meydana çıxır в вашей жизни, sizin həyatınızda təkrar. Закон притяжения не рассчитан на развлечение хочу и не хочу. Закон prитяжения cazibə qanunu hesablanmayıb fərqləndirilməsinə, ayrılmasına istəyirəm və istəmirəm. Yəni bu deməkdir ki, cazibə qanunu istəyirəm və istəmirəmi ayırmağa hesablanmayıb. Yəni o elə bir şey yoxdur. O bunu ayıra bilmir bir-birindən. Когда вы сосредотачиваетесь на чем-то, на чем угодно, вы призываете это в реальность. Haçan ki siz cəmləyirsiniz fikrinizi nəyinsə üzərində, ümumiyyətlə сосредоточиться feilindən sonra həmişə приложный падеж gəlir. На чем угодно, yəni bu hər şey ola bilər. Вы призываете это в реальность. Siz bunu reallığa çağırırsınız. Yəni dəvət edirsiniz. В тот момент, когда вы сосредотачиваете свои мысли на том, чего хотите, и удерживаете фокус, вы призываете желаемое с помощью величайшей силы во Вселенной. В тот момент, həmin anda, когда вы сосредотачиваете свои мысли, haçan ki siz cəmləyirsiniz bütün düşüncələrinizi, fikirlərinizi na tom, onun üzərində nəyi istəmirsiniz, yəni istəmədiyiniz şeyin üzərində cəmləyirsiniz fikirlərinizi и удерживаете фокус və fokusu saxlayırsınız, yəni onun üzərində. Вы призываете, siz çağırırsınız, dəvət edirsiniz arzu olunanı с помощью величайшей силы во Вселенной. Kainatda olan qüdrətli gücün köməkliyi ilə həmin o arzu olunanı çağırırsınız. Rus dilində görürsünüz, tərcümə yəni adətən axırdan əvvələ doğru gedir. Закон притяжения не берет в расчет нет, не и любые другие отрицательные слова. Cazibə qanunu не берет в расчет. Брать, взять в расчет. Bu demək ki, hesaba almır. Нет, yox
və niyə. Niyə də bilirik ki, rus dilində inkar. Bizdə mamədir, rus dilində də inkar hissəciyidir və feildən əvvəldə gəlir və bunu tərcümə eləmək olmur. Yəni bu inkar hissəciyidir. Любые другие отрицательные слова və istənilən başqa inkar sözlərini. Вот такой сигнал получает закон притяжения. Baxın, bu cür siqnal, elan alır cazibə qanunu. Когда вы произносите слова с отрицательной частицей. Haçan ki siz tələffüz edirsiniz sözləri s отрицательной частицей, yəni inkar hissəcikləri ilə olan sözləri siz tələffüz edirsiniz. Burada artıq göstərir ki, cazibə qanunu onu necə qəbul edir. Biz deyirik, я не хочу пролить что-нибудь на этот костюм. Mən istəmirəm bu kostyumun üzərinə nəsə töküm. Prolit burada lit feilindən bilirsiniz ki, artıq bu mayedir. Yəni nəsə dağıtmaq istəmirəm bu kostyumun üzərinə. Amma cazibə qanunu onu belə başa düşür. Я хочу пролить что-нибудь на этот костюм и как можно больше. Mən istəyirəm nəsə bu kostyumun üzərinə tökmək və mümkün qədər çox. Yəni mümkün qədər çox maye tökmək istəyirəm. Я не хочу плохую стрижку. Mən pis saç kəsimini istəmirəm. Я хочу плохую стрижку. Mən istəyirəm pis saç kəsimini. Yəni bu cür qəbul olunur. Я не хочу задерживаться. Mən yubanmaq istəmirəm, gecikmək istəmirəm. Я хочу задержаться. Mən gecikmək istəyirəm. Я не хочу, чтобы этот человек грубил мне. Mən istəmirəm ki, bu adam mənə kobudluq etsin və yaxud da məni kobudlasın. Qrubic feilindən sonra həmişə dativный падеж gəlir. Я хочу, чтобы этот человек и другие люди грубили мне. Mən istəyirəm ki, bu adam və başqa adamlar məni kobudlasın. Я не хочу, чтобы заняли заказанный нами столик в ресторане. Mən istəmirəm ki, restoranda bizim tərəfdən sifariş olunan masanı tutsunlar. Я хочу, чтобы кто-нибудь всегда занимал заказанный нами столик в ресторане. Mən istəyirəm ki, kimsə həmişə tutsun bizim tərəfdən sifariş olunmuş masanı restoranda. Я не хочу испортить эти туфли. Mən bu tufliləri korlamaq istəmirəm. Я хочу испортить эти туфли. Mən istəyirəm bu tufliləri korlamağı. Я не могу справиться с этой работой. Mən bu işlə bacara bilmirəm, başa çıxa bilmirəm. Я хочу больше работы, чем могу сделать. Mən daha çox iş istəyirəm, yəni öz gücümdən daha artığını, edə bildiyimdən daha artıq iş istəyirəm. Я не хочу подхватить грипп. Mən qrip tutmaq istəmirəm. Я хочу подхватить грипп и что-нибудь еще. Mən istəyirəm qrip tutum və başqa bir şey də. Я не хочу спорить. Mən istəmirəm mübahisə etmək, höcət etmək. Я хочу спорить больше. Mən istəyirəm daha çox höcətləşmək. Не говори со мной так. Я хочу, чтобы ты говорил со мной так, и чтобы другие люди говорили со мной так же. Не говори со мной так, mənimlə belə danışma. Mən istəyirəm ki, чтобы ты говорил со мной так, sən mənimlə bu cür danışasan, и чтобы другие люди говорили со мной так же. Və başqa insanlar da mənimlə bu cür danışsınlar. Закон притяжения дает вам именно то, о чем вы думаете. И точка. Cazibə qanunu sizə məhz onu verir, nə haqda siz düşünürsünüz və nöqtə.